Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Balaxanı qəsəbəsindəyik. Balaxanıda 105 nömrəli marşrut yolundan cəmi 100-150 metr məsafəlikdə 5 sotun içində 4 otaq 110 kvadratlıq ev qiyməti də cəmi 64 min manata satışa çıxıb. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Bütün məlumatları videonun daxilində qeyd olunur. Az öncə də qeyd elədiyim kimi 105-dən cəmi 150 metr məsafəsi var. Videomuzun sonunda həyəti ilə də sizi tanış eləyəcəm. 5 sotun içindədir. 4 otaq qeyd elədim. Mətbəx evin böyükdür. Yəni kim istəsə mətbəxlə qonaq otağını da burada birlikdə istifadə edə bilər. 110 kvadratdır. Qazlı suyu işığı daimi fasiləsizdir. Dəyərli YouTube izləyicilərim, əvvəlcə evin sizə bu ara divarlarını göstərmək istəyirəm. Baxın, hər bir tərəfindən, digər tərəfindən də ara divarlarına qədər hamısı qoşadaşdır. Evin üst hissəsi var ki, həmişə ora kəmər atılır. Amma bu evimizdə evin üstünə də beton verilir. Yəni, buranı kim istəyərsə gələcəyinə 2 mərtəbə kimi də qaldırıb istifadə edə bilər. Evin hər bir tərəfi qoşadaş, istilik sistemi kombidir. Qiymət cəmi 64 min manat, sənəd bələdiyyə sənədidir. Evin girəcəyindən hamam sanitar qovşağı istipoldan ibarətdir. Gəlin gedək, həyətlə də sizi tanış edeyim, videomuzu bitirək. Evin də heç bir zabora bitişiyi yoxdur. Zaborlarından məsafəsi saxlanılaraq tikilib. Evin həyət qapısı hazırda gördüyünüz kimi kiçik qapıdır. Oranı da böyük darvaza qoymaq mümkündür. Qapı yəni birbaşa məhliyə açılan qapıdır. Əvvəlcə evin digər tərəfini göstərim. Evimizdə yerdən kürsüdə tikilib. Evin üstünün betonunu da görürsünüz. Yəqin ki, beton da görsənir. Baxın, burada sizə arxa tərəfdəki qapını göstərəcəm. O qapıdan çöl tərəfdə 2 sot torpaq sahəsi var ki, o da bu evimizə daxildir. Ümumilikdə 5 sotdadır, 4 otaqdır. Qiymət də 64 min manat. Əlavə də nə sualınız olsa, buyurun, zəng edin, məlumat alın. İzlədiyiniz üçün təşəkkür edirəm.